Salam Tip Point kanalının izləyiciləri və tibb tələbələri. Tip Point kanalına xoş gəldiniz. Bugünkü videonun mövzusu tibbi biologiya və genetikadan xromosamların morfologiyası və xromatin haqqında ümumi anlayış olacaq. İlk öncə xromosomun nə olduğuna nəzər yetirsək, xromosom hüceyrə nüvəsində yerləşən, DNT və histon zolaqlarından ibarət olan, irsi məlumatı, genetik materialı daşıyan strukturdur. Xromosomlar genlərin təşkil olduğu əsas daşıyıcılardır və hüceyrə bölünməsi zamanı bir sonraki nəsilə genetik məlumatın, irsi materialın düzgün ötürülməsini təmin edirlər. Xromosomların burada da dediyim ümumi bir quruluşuna baxsaq, xromosomlar dediyimiz kimi hüceyrənin nüvəsində yerləşirlər və onlar ibarətdirlər DNT-dən və histon zolaqlarından. Gördüyünüz kimi bu sarı rənglə verilənlər histon zolaqlardır və onların ətrafında spirallaşmış isə DNT-dirlər. Bir sonrakıya geçsək, biz dərsə keçməmişdən qabaq bir neçə əsas anlayış və termini bilsək, dərsi daha yaxşı anlayarıq, başa düşərik və buradakı bir çox termini artıq siz məktəbdə, orta məktəbdə artıq keçibsiniz və anlayışınız var. Məsəl üçün, karyotip xromosomların cəmidir, genotip genlərin cəmidir. Sitogenetika xromosomların quruluş və irsiliyin öyrənilməsi üçün ən optimal, belə deyək də, metoddur, ən yaxşı metodlardan biridir. Lokus hər bir genin xromosomda tutduğu yerdir. Çünki biz bundan əvvəlki slaydda dediyimiz kimi, xromosomlar genlərin təşkil olduğu əsas daşıyıcılardır və hər bir gen xromosomda müəyyən bir yer tutur. Həmin biz bu yerə lokus deyirik. Avtosom xromosomlar həm kişi, həm də qadında eynilik təşkil edən, fərqlənməyən xromosomlara deyilir ki, hansı ki bunlar 22 cütdülər. Homoloq və ya homoloji xromosomlar, yəni cüt xromosomlar, eyni xromosomlar da deyirlər. Allel genlər homoloqların müəyyən lokuslarında yerləşən, oxşar olan və ya ardıcıllıqlarında müəyyən qədər fərqlər olan genlərin müxtəlif formalarına deyirlər. Fenotip var, məsəl üçün, fenotip orqanizmin xarici və daxili müşahidə olunan əlamətlərinin cəmidir. Hollanderik irsilik isə yalnız Y xromosomunda yerləşən genlər vasitəsilə ötürülən irsilik tipidir. Bu cür irsilik yalnız kişilərdə müşahidə olunur, çünki Y xromosomundan bəhs elədik və belə irsilik ata-oğul xətti ilə nəsildən nəsilə ötürülür. Biz əgər genomdan və xromosomdan danışacağıqsa, ilk öncə onları təşkil edən DNT-nin quruluşunu bilməliyik. DNT polimer makromolekuldan ibarət nuklein turşusudur. Bəli, DNT nuklein turşusudur. Bəzən bəzi uşaqlar, bəzi tələbələr DNT-yə nukleotit deyirlər. Bu çox yanlışdır, çünki DNT özü nuklein turşusudur. Makromolekulların monomeri isə 3 komponentdən ibarətdir. Dezoksiriboza, yəni 5 karbonlu şəkər və ya buna pentoza da deyə bilərik, azot əsasları və fosfat qrupundan. Azot əsasları da 2 qrupa bölünür, purinlər və pirimidinlər. Purinlər adenin və guanin, pirimidinlər isə timin və sitazin. Bu DNT üçündür. Əgər biz RNT üçün deyəcəksə, onda timin yerinə urasil olacaq. DNT-nin monomerləri hər bir nukleotid, yəni DNT-nin monomeri nədir? Nukleotiddir də və deyəcək ki, hər bir nukleotid bir cüt azot əsasından, fosfat qrupundan və şəkərdən. Əgər DNT-dirsə dezoksiriboza, RNT isə ribozadan təşkil olunub. Nukleotidlər, yəni iki qonşu nukleotid şəkər hissələri arasında fosfodiyefir rabitələr yaranır və bu fosfodiyefir rabitə 5-3' istiqamətində yaranır və bunun da nəticəsində uzun polinukleotid zəncirlər əmələ gəlir. Baxın, 2 dənə, məsəl üçün, guanin və sitazin arasında o şəkər hissələridir, dezoksiriboza hissədir və görəcəyik ki, onların şəkər hissələri arasında 5' və 3' arasında fosfodiyefir rabitə əmələ gəlib. Burada da, məsəl üçün, sitozin arasında fosfodiyefir rabitə əmələ gətirib şəkər hissələri arasında və ya adenin və sitozin arasında şəkər hissələri arasında gördüyünüz kimi fosfodiyefir rabitələr əmələ gəlib. Burada əsas bilməli olduğumuz 5-3' arasında, yəni 5-3' istiqamətində yaranır fosfodiyefir rabitə.
Və uşaqlar, bir çox hüceyrədə biz deyirik ki, xromosomlar cüt-cüt olur. Məhz elə bu hüceyrədə xromosomların cüt-cüt olmasının əsas səbəbi cinsi çoxalma hesabına olur. Yəni cinsi çoxalma hesabına yaranır cüt-cüt xromosomlar və bu cütün bunu da bilirik ki, bir dəstə ata, bir dəstə isə anaya aid olur. Eukaryotik hüceyrələrin genetik aparatı prokaryotik hüceyrələrin genetik aparatından, yəni xromosomlarından daha böyük və daha mürəkkəbdir. DNT molekulları dediyimiz kimi, DNT molekulları hüceyrədən qat-qat uzundur, ondan qat-qat böyükdür. Ona görə də DNT-nin nüvədə olmasına, hüceyrədə yerləşməsi üçün o histon züalları ətrafında çox sıx şəkildə spirallaşır, sıxlaşır və çöp şəkildə xromosonu əmələ gətirir. Çox vaxt interfaza xromosonu və metafaza xromosonu deyə terminlər işlədəcəyik. Və sual düşsə ki, hansı xromosonu daha aydın görmək olur? Metafaza mərhələsində müşahidə edilən metafaza xromosomunu interfaza xromosomundan daha aydın görmək olur. Çünki interfaza xromosomu nazik olur, onu mikroskopda müşahidə etmək çətinləşir. Amma hüceyrə bölünməsi zamanı o sıxlaşır, qalın və müşahidə edilə bilən struktura çevrilir. Biz indi yenə xromosom haqqında danışsaq, xromosom 3 əsas hissədən ibarətdir. Sentromer hissə, telomer hissə və xromosomun replikasiya olunan sahələri. Bəzən kinetoxor terminini də bir sonraki slaydda görəcəyik. Uşaqlar, kinetoxor xromosomun hissələrinə aid deyil. Kinetoxor müəyyən bir bölünmə vaxtı, müəyyən bir, belə deyək də, period ərzində əmələ gəlir, sonra isə yox olur. Yəni, xromosomun amma biz əsas funksional xromosomun hissələrindən danışırıqsa, burada 3 əsas hissə var. Sentromer hissə, telomer hissə və replikasiya olunan hissə. Bundan da əlavə edə bilər ki, qısa və uzun çiyinlər, yəni P çiyini, Q çiyini. Baxın, sentromerdən danışırıqsa, sentromer nədir? Qısaca desəm, sentromerlər filamentlərin birləşmə yeridir. Sentromer daralma zonasını əmələ gətirir. Daha da belə ətraflı desək, sentromer hüceyrə bölünməsi zamanı yaranan bölünmə vətərlərinin mikroborcuqlarının xromosomlu hərəkətini təmin edən filamentlərin birləşmə yeridir. Yəni, həmin hissəyə filament birləşir və həmin filamentlərin birləşmə yeri sentromer adlanır. Sentromerlər birinci daralma zonasını əmələ gətirir. Niyə birinci dedim? Çünki bəzi xromosomlarda ikinci daralma sahələri olur. Hansı ki, həmin daralma sahələri sentromer funksiyası daşımır və ora heç bir bölünmə iyinin və ya bölünmə vətənin mikroborcuqları birləşmir. Bəzi canlıların xromosomları diffuz sentromerə malikdir. Diffuz sentromer, yəni onların xromosomu bütün uzunluğu boyunca bölünmə vətəri ilə birləşir və belə xromosomlar sentromerlər diffuz sentromer deyirik. Sentromerləri olan yenə dediyimiz kimi bəzi xromosomlarda ikinci daralma sahələri olur ki, hansı ki, ikinci daralma sahələri sentromer funksiya daşımır, onlara bölünmə vətərlərinin mikroborcuqları birləşmir. Əksər eukaryotların sentromerlərində, nukleosomlarda adi histon 3, yəni H3 histonunun yerini SEN-H3 adlı histon zülatdır. SEN-H3 histonu nukleosom və xromatin strukturunda dəyişiklik yaradır və bəzi alimlərin, bəzi ədəbiyyatların fikrinə görə, yəni bəzi ədəbiyyatlarda belə yazılıb ki, həmin bu dəyişiklik kinetoxorun əmələ gəlməsini, bölünmə vətərinin, bölünmə iyinin xromosomla birləşməsini təmin edir. Bir sentromeri olan xromosomlar monosentrik xromosomlar, hansı ki, şəkildən də gördüyümüz kimi monosentrik xromosomdur, çünki bir sentromeri var və ona normal xromosom da deyilir bəzi ədəbiyyatlarda. İki sentromeri olan xromosom isə dissentrik xromosom adlanacaq. Baxın, 2 dənə sentromeri var. Bayaq da dediyim kimi kinetoxor. Kinetoxor dediyimiz kimi xromosomun hissəsi aid deyil. O müəyyən bir period ərzində, məsəl üçün, hüceyrə bölünməsindən əvvəl toplanır və daha sonra bölünmə vətərinin mikroborcuqları həmin bu kinetoxor hissəsinə birləşir. Kinetoxor multiprotein kompleksidir. Yəni, çoxlu sayda zülalların birləşdiyi bir kompleksdir kinetoxor. Kinetoxor yerləşmə və funksiyasına görə 3 yerə bölünür. Daxili kinetoxorlar, xarici kinetoxorlar və tənzimləyici zülallar. Daxili kinetoxorlar daxildə yerləşdiyinə görə məntiqən belə düşünsək, xromosom DNT-si ilə əlaqə qurur və kinetoxoru formalaşdırmaq üçün bir platforma, bir zəmin təşkil edir, təmin edir. Xarici kinetoxor isə mikroborcuqlarla əlaqə qurur. Amma tənzimləyici zülallar isə kinetoxorun fəaliyyətinə nəzarət edir. Yəni, hər şeyin qaydasında olduğuna nəzarət edən zülallardır.
Hər bir mikroborcuğun kinetoxora birləşməsi NDS-80 adlı çubuqvari zilal kompleksinin nüsxələrindən, çoxsaylı nüsxələrindən aiddir. Bunu da bilək və bunu da bilmək ki, xromosomların bölünmə vətərində hərəkət üçün kinetoxorun müsbət ucunda polimer və depolimerləşmə, yəni polimerləşmə və depolimerləşmə vacibdir ki, orada xromosom bölünmə vətərlərində hərəkət eləsin. Burada da gördüyünüz kimi bu hissə sentromerdir, bu hissə kinetoxordur və kinetoxora birləşmiş mikroborucuqlar. Bölünmə vətərdə deyə bilərik, bölünmə i də deyə bilərik. Sentromeri bəs deyəcəksiniz, bütün xromosomların sentromerləri olur. Bəli, normalda bütün xromosomların sentromerləri olur. Amma bəzən sentromeri olmayan xromosomlar da olur. Məhz bu xromosomlar yeni yaranmış nüvələrə ötürülə bilməz. Belə xromosomlar çox vaxt 1-2 bölünmədən sonra hüceyrədə itirilir və ya məhv olunur. Yəni letal sonluqla nəticələnir. Deyəcəksiniz, letal sonluq nədir? Çünki bu bir yeni termindir və bu termini siz çox qarşılaşacaqsınız. Letal yəni ölümlə nəticələnən, yaşamağa imkan verməyən deməkdir. Yəni hüceyrənin, orqanizmin və ya embrionun yaşaması mümkünsüz edən haldır. Letal hal, letal sonluq. Sentromerin yerləşmə mövqeyindən asılı olaraq xromosomların 4 növü var. Metasentriklər, submetasentriklər, akrosentriklər və telosentriklər. Metasentrik xromosomlar sentromer xromosomun ortasında yerləşir və bərabər ölçülü çiyinlər əmələ gətirir. Submetasentriklər isə sentromer bir çiyinə daha yaxın yerləşir və çiyinlər arasında cüzi ölçü fərqləri yaradır. Yəni çox da kəskin olunmur. Yox, əgər sentromer bir çiyinə çox yaxın yerləşsə, onda bu akrosentrik xromosom olacaq. Çünki bu zaman çiyinlər arasında kəskin fərqlənəcək. Biri çox qısa, biri isə çox uzun olacaq. Amma submetasentrikdə biri digərindən cüzi fərqlənir. Cüzi qısalıq, uzunluq söhbəti olur. Telosentrik isə insanda olmayan xromosom növüdür. Çünki bu zaman sentromer xromosomun terminal hissəsində, yəni uc hissəsində yerləşir. Buradan da gördüyünüz kimi sentromer xromosomun tən ortasında yerləşir. Uzun çiyin və qısa çiyin. Uzun qol, qısa qol da deyirlər. P qolu, G qolu da deyirlər. P qolu, G çiyini də deyirlər və s. Hamısı eyni şeydir. Sentromer tən ortada yerləşirsə, bu deyəcək ki, metasentrikdir. Sentromer cüzi bir qola daha yaxındırsa, bu submetasentrikdir. Sentromer bir qola çox yaxındırsa, bu akrosentrikdir. Sentromer terminal hissədə, yəni uc hissədə yerləşibsə, bu telosentrikdir. Hər bir xromosomun dediyimiz kimi 2 çiyini var, qısa və uzun çiyin və çox vacibdir. İnsan karyotipində 1-ci, 3-cü, 16-cı, 19-cu və 20-ci xromosomlar metasentrik, 13, 14, 15, 21, 22 və Y xromosomu akrosentrikdir, yəni kəskin fərqlənər. Yerdə qalan digər xromosomlar isə submetasentrikdir. Yəni insan karyotipinə nəzər yetirsək, baxın, 1-ci xromosom görürsünüz, 1-ci xromosom, 3-cü xromosom, 16-cı, 19-cu və 20-ci. Baxın, metasentrikdir. Baxın, qısa qol uzun qola bərabərdir. Görürsünüz? 16-cıya baxın, qısa qol uzun qola bərabərdir. 3-cüyə baxın, qısa qol uzun qola bərabərdir. Yəni, oxşardır. Amma, məsəl üçün, burada da baxın, 1-ciyə, 3-cü, 16, 19 və 20. Baxın, qısa qol uzun qola demək olar ki, bərabərdir. Bunlar metasentrikdir. Yox, əgər çox kəskin fərqlənmədirsə, bu akrosentrikdir. Baxın, 13, 14, 15, 21, 22. Baxın, qısa qol, uzun qol, çox fərqlənmə var, kəskin fərqlənmə var. Ona görə də 13, 14, 15, 21, 22 və Y xromosomu gördünüz mü? Akrosentrikdir. Yerdə qalan xromosomlar. Məsəl üçün X xromosomu. Baxın, submetasentrikdir. Cüzi fərqlənmə var. Baxın, 12-ci. Cüzi, düzdür. Burada bu şəkildə biraz səhv verib, amma əslində 12-ci xromosom da submetasentrikdir. Məsəl üçün 11-ci xromosom, baxın, cüzi fərqlənmə var. 10-cu xromosom cüzi fərqlənmə olduğuna görə bunlar isə submetasentrikdir. Amma metasentriklərdirsə 1-ci, 3-cü, 16, 19 və 20-ci xromosomlar. Akrosentriklərdirsə 13, 14, 15, 21, 22 və Y xromosomu deyəcək ki, nə deyəcək? Akrosentrikdir.
Sonra dedik ki, xromosomun bir hissəsi də telomerdir. Telomer xromosomun hər çiyninin uc hissəsində, yəni terminal hissəsində yerləşir və o T kimi işarə olunur. Onun funksiyası uzun və qısa çiyninin uclarını qoruyur və onları stabil saxlayır. Telomer genetik məlumat daşımır. Yalnız replikasiya olunan xromosomun materialının qorunmasına kömək edir və telomerlər təkrarlanan fraqmentlərdən təşkil olunub. Məsəl üçün, insanda timin, adenin, guanin tərzində təkrarlanan fraqmentlərdən ibarətdir. Amma bunu da bilməliyik ki, telomer normal somatik hüceyrənin telomerləri hər bölünmədə qısalır və təqribən 5-20 fraqment itirir. Məlumdur ki, hüceyrələrin heç biri sonsuz sayda bölünmə qabiliyyətinə malik deyil. Uzun sayda somatik hüceyrədən söhbət gedir. Məsəl üçün, limitlidir də bölünmə sayı. Məsəl üçün, yeni doğulmuş uşağın hüceyrəsi qidalı mühitdən 80-90 dəfəyədək bölünə bilir. Amma yaşlı insanın hüceyrəsi 20-30 dəfəyədək bölünür, məhv olur. Sonra isə yeni hüceyrə yaranır, yeni hüceyrə də 20-30 dəfə bölünür. Belə, yəni hüceyrənin bölünməsi limitlidir. Həmin bu limitli olmağına isə heyflilik həddi deyirik. Yəni hüceyrənin bölünməsinin məhdud sayda olmasına heyflilik həddi deyirik. Baxın, burada da videoda görəcəyiniz kimi telomerlər xromosomun gördüyünüz kimi çiyinlərin uc hissəsində yerləşir və onlar deyəcəyik ki, hər bölünmədə telomerlər daha da qısalır. Baxın, onları ayaqqabının elə belə ipin ucluğuna da bənzədirlər. Və hər xromosomun ucunda, uc hissəsində, terminal hissəsində telomerlər yerləşir. Telomerlər dediyim kimi, baxın, hər bölünmədə telomer daha da qısalır və müəyyən bir həddə çatdıqda artıq hüceyrə bölünmür. Çünki telomeri qısalır və kritik həddə, heyflilik həddinə çatır, hüceyrə bölünmür artıq və bölünmür deyə məhv olur. Və deyəcəksiniz ki, bəs bəzi hüceyrələr, məsəl üçün xərçəng hüceyrələri, kök hüceyrələri, cinsiyyət hüceyrələri, bunlar axı çoxlu sayda bölünmə qabiliyyətinə malikdir. Niyə bunlarda bəs telomer məhv olmur ki bunlarda? Bunlarda çünki kök hüceyrəsidir, xərçəng şiş hüceyrəsidir. Bunlarda telomeraza adlı ferment zualın aktivliyi çoxdur. Həmin bu telomeraza isə həmin o dediyimiz fraqmentləri timin, adenin, guanin, həmin bu ardıcıllığı elə bil qısalmış telomeri uzadır. Həmin ardıcıllığı bərpa edir telomeraza. Ona görə də deyirik ki, onlar çoxlu sayda, hətta deyək bəzi ədəbiyyatlar sonsuz sayda bölünmə qabiliyyətinə malik kimi yazırlar. Ona görə deyirik ki, kök hüceyrələri, onlarda telomeraz aktivliyi yüksəkdir. Əgər somatik hüceyrənin telomeraza aktivliyi çox olarsa, onda insanda xərçəng, yəni şiş xəstəliyi əmələ gəlir. Gördüyünüz kimi, baxın, gördüyünüz somatik hüceyrədir. Əgər somatik hüceyrədə çox əmələ gəlir, telomeraz aktivliyi sıradan çıxarsa, ondan insanda şiş xəstəliyi, yəni xərçəng xəstəliyi əmələ gəlir. Baxın, sağlam hüceyrədə, baxın, qrafik şəklində belədir. Yəni onun sağlamlığı və həyat sikli belə göstəriblər. Yəni qrafik olaraq belədir. Bu da insanın karyotipidir. Bəs deyəcəksiniz, bəzi hüceyrələr var ki, buna biz ölməz hüceyrələr deyirik. Məsəl üçün, Henrietta Lacks hüceyrələri və ya HeLa hüceyrələri biologiya və farmakologiyada bir çox elmi tədqiqatda istifadə edilən ölməz hüceyrə xəttidir. Bunlar HeLa hüceyrəsində həqiqətən də bu əslində xərçəng şiş hüceyrəsidir. HeLa hüceyrəsi telomeraz aktivi çox yüksək olduğu üçün onlar ölməz hüceyrələrdir. Həqiqətən də bunlar sonsuz sayda bölünməyə qabiliyyətinə malikdirlər. DNT molekulunda, indi isə gələk DNT molekullarının eukaryotik hüceyrələrinin nüvəsində xromosomun necə əmələ gəlməsi və necə yerləşməsi. DNT-nin ümumi uzunluğu bilirik ki, hüceyrə uzunluğundan 100.000 dəfəyə qədər böyükdür. Bəs deyəcəksiniz ki, bəs belə böyüklükdə bir DNT hüceyrənin içində necə yerləşir? Hüceyrə bölünmədiyi interfaza mərhələsində nüvənin çox hissəsində dağınıq yerləşən genetik material olur. Həmin bu dağınıq genetik materiala biz xromatin
adını veririk. Yəni bu xromatin əslində nukleoprotein kompleksidir. O bölünmə dövrü istisna olmaqla çox vacibdir. Xromatin bölünmə dövrü istisna olmaqla hüceyrənin nüvə boyunca paylanır və mikroskop altında nisbətən homogen görünür. Hüceyrə bölündükdə isə o kondensasiya olunur və görünən xromosom əmələ gətirir. Yəni xromatin əslində belə mikroskopla baxdıqda bölünmə dövrü istisna olmaqla. Mikroskopla baxdıqda onu belə görmək çətindir, çünki homogen görsənir. Amma o bölündükdə və kondensasiya olanda o xromosom əmələ gətirir ki, hansı ki biz onu çox yaxşı görürük. Mitoz zamanı xromatinin əlavə sıxlaşması və spirallaşması nəticəsində əvvəlki slaydlarda dediyim kimi metafaza xromosomu formalaşır ki, hansı ki bunu mikroskop altında çox yaxşı görmək olur. Xromatin histon və DNT-dən ibarətdir. Bunu da nəzərimizdə saxlayaq ki, xromatin histon və DNT-dən ibarətdir. Histon zualları, deyəcək ki, insanda histon zualları bir neçə növü var. Məsəl üçün, H1, növ demək, elə bəli, növ deyək, 5 əsas növü var histon zuallarının. H1, H2, H2A və belə deyək də H1, H2A, H2B, H3, H4. Bunlar müsbət yüklü amin turşuları ilə zəngindir və bütün histonlarda yüksək nisbətdə lizin və arginin var. Histon zuallarına 4 əsasi histonun hər birinin nüsxəsi. Nüsxə nədir? Yəni onun nüsxə nədir? Yəni onun kopyası deyək ki, H2A-dan 2 ədəd, H2BX2, H3X2, H4X2 kimi birləşərək oktameri əmələ gətirirlər. Histonları əmələ gətirən amin turşular müsbət yüklü olduğuna görə histonları da biz müsbət yüklü hesab edəcəyik. Beləcə histonların müsbət yüklü amin turşusu DNT-nin mənfi yüklü fosfat qrupları ilə əlaqə qururlar və bunun nəticəsində oktamer ətrafında DNT molekulu 1.75 dəfə bükülüb, 1,75 dəfə bükülüb histon oktamerini əmələ gətirirlər. Histon oktameri və korda deyə bilərlər, nukleosom özəyi də deyə bilərlər. Yəni histon oktameri ilə belə deyək də nukleosom özəyi ilə nukleosom eyni şey deyil. Bunu da yadda saxlayaq və bunu da bilək ki, oktamer bəzi uşaqlar elə düşünür ki, oktamer 10 demək, 10 dənə kimi təsəvvür edir. Xeyr, oktamer 8 histon molekuludur əslində. 8 dənə histon molekulu birləşir və oktameri əmələ gətirirlər və həmin o oktamerlər də DNT molekulunda, həmin oktamerlərin ətrafında DNT elə bil 1,75 dəfə bükülür və histon oktamerin, yəni nukleosom özəyini əmələ gətirir. Kor nə ingiliscəsində özək deməkdir, onu əmələ gətirirlər. Nukleosom arasında qısa 20-60 belə deyək də 20-60 cüt nukleotiddən ibarət DNT-nin 2 qat zənciri yerləşir. Yəni biz bir sonraki şəkildə nəzər yetirəcək, orada 20-60 cüt nukleotiddən ibarət DNT-nin 2 qat zənciri yerləşir. Nukleosom arasında. Həmin bu zəncirə isə DNT linker, yəni əlaqələndirici DNT də deyə bilərik. DNT linker deyilir. Bunun nəticəsində elektron mikroskopla baxanda bu quruluş sapa düzülmüş muncuq kimi görünür. Bu quruluş isə nukleosom adlanır. Xromatinin elementar vahidi nukleosomdur. Bunu da yadda saxlayaq. Baxın, nukleosomla nukleosom özəyi eyni şey deyil. Nukleosom özəyi kordur, yəni histon oktameridir. Oktamerin ətrafında DNT 1,75 dəfə bükülür, nukleosom özəyini əmələ gətirir. Amma sapa düzülmüş muncuq şəklində görsənir, bu isə nukleosomdur. Bəs deyəcəksiniz, burada nüsxələrə fikir versəz, H2A, H2B, H3, H4-ü dedik, amma H1-i demədik. Bu 5-ci histon, yəni H1 hər bir nukleosomun kənarında yerləşir. DNT linker də deyə bilər, spacer sahəsində deyə bilər, DNT-yə bağlanmış şəkildə görsənir. H1. Baxın, bu gördüyünüz H1-dir, bu DNT-dir. Baxın, ümumi olaraq baxın, sapa düzülmüş muncuq şəklində görsənirlər və deyəcək ki, baxın, H1 zulalı bu histon oktameridir. Baxın, 1, 2, 3, 4, aşağıda da 4 dənə olur, yəni 8 dənə histondan ibarət histon oktameri. Onun ətrafında 1,75 dəfə vurulmuş DNT və o nukleosomlar arasında qalan DNT linkerdir. Bu da gördüyünüz kimi, baxın, burada da daha yaxşı göstərib. H3, H2A, H2B, H4.
Eynisi burada da var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənəsi birləşir. Ümumi bu quruluş oktamerdir. Oktamerin ətrafında DNT 1,75 dəfə bükülür, spirallaşır və nukleosom özəyini, belə deyək, nukleosom özəyini koru əmələ gətirir və həmin baxın, o DNT-nin sonra 2 qat spiralı da digər histonun oktamerinə keçdikdə burada bir aralıqda qalır və buna da linker DNT deyəcəyik. Və ümumi olaraq bu da deyəcəyik nukleosom və buna da deyəcək sapa düzülmüş muncuq şəklində görsənir. Nukleosom özəyini təşkil edən histon zuallarının hər birinin sabit strukturundan uzanan 11-37 qalıqdan ibarət hərəkətli amin ucları var və bunlara histon quyruqları deyirik. Baxın, mənim əvvəlki dediyim burulma, spirallaşma o birinci spirallaşma dərəcəsidir. İndi keçirik ikinci spirallaşma dərəcəsi. Hansı ki 30 nanometr olan xromatin fibrillərinin əmələ gəlməsi ilə nəticələnir bu proses. Prosesdə H1 histonu da iştirak edir. DNT nukleosom özəkləri ilə əlaqə yaradır və nukleosom sapının spirallaşmasına gətirib çıxarır və DNP kompleksi 40 dəfə qısalır. Belə quruluş nukleomer və ya solenoid adlanır. Solenoid sözündən götürüb Yunanca boru deməkdir. Və hər addımı nukleomerin, yəni solenoidin 6-8 nukleotiddən ibarətdir. Üçüncü spirallaşma səviyyəsinə keçsək, halqa formalı xromomerləri əmələ gətirirlər. Bunlar daha mürəkkəb quruluşdadır. Solenoidlər 700.000 dəfə yığılır. Belə quruluş interfaza mərhələsi üçün xarakterikdir. Sonra baxın, gördüyünüz kimi, baxın histon quyruqlarıdır. 11-37 qalıqdan ibarət hərəkətli belə də histon quyruqları da deyirlər bunlara. Histon quyruqdur. Bu da ümumi olaraq yenə quruluşdur. Baxın, H1 histonudur. Histon 1 və ya buna linker histon da deyirlər. Histon linker deyirlər. Arasındakı DNT linker DNT deyirlər. Bu ümumi quruluş nukleosomdur. Bu isə kor histon. Yəni nə dedik? Kor. Histon oktameri də deyirlər buna. Bu isə xromatosom deyirlər. Belə. Dördüncü spirallaşma səviyyəsinə keçsək, dördüncü spirallaşma səviyyəsinə xromatidlərin əmələ gəlməsi ilə nəticələnir. Bu zaman xromomer fibrilləri yenə spirallaşır və xromomerləri formalaşdırır. Fibrillər spirallaşıb xromomerləri formalaşdırır və burada da fikir verin, DNP kompleksi bu səfər 1500 dəfə qısalır. Əvvəlki quruluşda gördünüz ki, DNP elə bil ikinci spirallaşmada dedik ki 40 dəfə qısalır, amma indi dördüncü spirallaşmada isə 1500 dəfə qısalır DNP kompleksi. Beşinci spirallaşma səviyyəsinə keçsək, metafaza xromosomları üçün xarakterikdir. Beşinci spirallaşma. Baxın, üçüncü spirallaşma interfaza üçün xarakterikdir, amma beşinci isə metafaza xromosomları üçün xarakterikdir. Və burada da yenə DNP kompleksi 7000 və ya 10.000 dəfə qısalmış olur. Xromosomların quruluşunda histonlar üstünlük təşkil etsə də, burada qeyri-histon zuallarına da rast gəlinir. Və qeyri-histon zuallar da xromosomun quruluşunda iştirak edir. Bəzən uşaqlara deyir ki, xromosomu əmələ gətirir histon yoxsa qeyri-histon, yoxsa hər ikisi. Uşaqlar histonu daha çox yadında saxladığına görə histonlara üstünlük verir. Amma belə deyil. Xromosomları həm histonlar, həm də qeyri-histonlar əmələ gətirir. Amma ümumi olaraq nəzərə yetirsək, histonlar daha üstünlük təşkil edir. Xromatinlər isə bölünəcək iki yerə. Heteroxromatinlər, euxromatinlər. Heteroxromatinlər də iki yerə bölünəcək. Fakultativ heteroxromatinlər və konstitutiv heteroxromatinlər. Konstitutiv heteroxromatinlər deyə bilər, struktiv heteroxromatinlər deyə bilər. Gəlin görək bunlar nədir? Birinci ilk öncə bu videoya baxaq görək ki, bu videoda nədir? Baxın, videoya nəzər yetirsək, baxın, bu gördüyünüz kimi DNT-dir. DNT hüceyrədən dedik ki, qat-qat çoxdur da, yəni 100.000 dəfələrlə böyükdür hüceyrəyə. Bəs necə o hüceyrədə yerləşir? Baxın, DNT gəlir, histon oktameri ətrafında 1,7
%75 dəfə fırlanır. Gördünüzmü? Fırlanır, spirallaşır daha doğrusu və gördünüzmü nə əmələ gətirdi? Nukleosun özəyini, oktameri, nukleosun özəyini əmələ gətirir. Sonrası H1 zualları, gördün bu nukleosundur ümumi quruluş olaraq. Və gördünüzmü? H1 zualları da birləşdi. H1 zualları, baxın bunlar H1 zualları. Sonra isə onlar da özündə yenə əvvəlki slaytda dediyimiz kimi birinci spirallaşma, ikinci spirallaşma, 3, 4, 5. Yəni bu spirallaşmanı proses olaraq göstərilir. Onlar da spirallaşdı və nəyə əmələ gətirdi? Solenoid əmələ gətirdir. Yəni boru deməkdir solenoid. Solenoid əmələ gətirdi. Sonra isə baxın gördüyünüz kimi bu solenoiddir. Gördüyünüz kimi bəzən solenoid uşaqlar çaşdırır deyir, sapa düzülmüş muncuq solenoid deyil. Bunu qarışdırmayaq və karkazın üzərinə oturulmuş deyintini də burada görürük. Bu scaffold ingiliscə, yəni karkaz, yəni özək, deyinti özəyinin üzərinə də belə oturulmuş deyinti və buradan da yenə fikir veririk. O da öz ətrafında spirallaşır və əmələ gətirir xromosomu. Gördüyünüz bu quruluş xromosomdur. Gördüyünüz bu quruluş xromosomdur. Bayaq dediyim kimi, xromatin dedik, heteroxromatin, euxromatin. Heteroxromatinlər də fakultativ və konstitutiv olmaqla iki yerə bölünür. Konstitutiv də deyə bilər, struktiv də deyə bilər. Gəlin görək nədir bunlar? Heteroxromatin nədir? Hüceyrənin həyat sikli boyunca, hətta interfaza zamanında da kondensasiya vəziyyətində qalan xromatin sahəsidir. Yəni heteroxromatin demək olar ki, bütün zamanda o kondensasiya vəziyyətində qalır və bütün sikl boyu öz kompaktlığını qoruyur və rənglərin qranullar kimi görünür. Bu sahələrdə transkripsiya və crossover getmir. Baxın, heteroxromatin sahədə crossoverdir, transkripsiyadır, getmir. Heteroxromatinlər bütün sikl boyunca, hətta interfazada belə kondensasiya vəziyyətində qalır. Onlar öz kompaktlığını qoruyurlar və rənglərin qranullar kimi görünürlər. Replikasiya isə yalnız interfazanın S mərhələsinin sonunda baş verir. Yəni sintetik mərhələnin sonunda isə heteroxromatində replikasiya baş verir. Amma euxromatin isə xromosomun materialının əksər hissəsini tutur. Transkripsiyanın ən çox baş verdiyi sahədir. Genetik məlumatı saxlayır, burada tutulur. Burada qeyri-sabit deyinti var. Bunlar nüvəciyin yaranmasında, RNT və zülal sintezində mühüm rol oynayırlar. Məhz buna görə də təsirə məruz qaldıqda, məsələn, euxromatin sahə ciddi bir təsirə məruz qaldıqda ciddi genetik dəyişikliklər baş verir. İnterfaza mərhələsindən əvvəl bu sahələr replikasiya olunur və sonra heteroxromatin, elə bil birinci deyəcək ki, euxromatində interfaza mərhələsində əvvəl euxromatin sahələri replikasiya olunur, sonra isə heteroxromatin. Çünki dedik ya, interfazanın S mərhələsinin sonundadır heteroxromatin. Amma euxromatin isə heteroxromatinlər əvvəl replikasiya olunur. Burada da şəkildə də gördüyünüz kimi heteroxromatin və euxromatini göstərir. Gördüyünüz kimi heteroxromatinlər kompaktlığını qoruyurlar, kondensasiya vəziyyətində qalırlar, rənglənan qranullar kimi görünürlər. Amma euxromatinlər daha homogen quruluşludular. Onlar deyəcək ki, əsas hissəni onlar tuturlar. Belə. Fakultativ və konstitutiv heteroxromatin nədir? Fakultativ heteroxromatinlər genetik məlumatı genetik fəal olandır. Yəni fakultativlər genetik fəal olan və hüceyrə üçün əsas olan xarakter genlər kompleksini özündə saxlayan sahədir. Müvəqqəti kondensasiya halına keçirlər. Yaranması üçün isə çox vaxt iki homojen xromosomların, yəni homoloji nədir? İki eyni xromosomdan biri spirallaşması nəticəsində fakultativ heteroxromatin yaranır. Funksional rolu isə bunun çox gözəl funksional rolu var. Yəni çox vacib funksional rolu var ki, hüceyrənin müəyyən genlər qatılığını azaltmaqdan ibarətdir. Misalda, bar cisimciyi bar cisimciyini bura misal göstərə bilərik və fakultativ heteroxromatinin formalaşması RNT sintezinin çox azalması və ya tam dayanmasına səbəb olur. Konstitutiv heteroxromatin isə və ya struktiv heteroxromatin isə telomer və sentromer və bəzən də ayrı-ayrı xromosomların bəzi fraqmentlərinin uzunluğu boyunca yerləşirlər. Az və ya dəfələrlə təkrarlanan müxtəlif ardıcıllıqlarından fraqmentlərdən təşkil olunub. Bütün mitotik sikl boyu ərzində yüksək spirallaşma dərəcəsi ilə seçilir konstitutiv fakultativdən. RNT sintezində fəal olmurlar. Nüvənin ümumi quruluşunu qoruyub saxlayır və xromatin yığımını nüvə zarında birləşdirirlər. Bugünlük bu qədər. İzlədiyiniz üçün
Çox sağ olun. İnşallah ki, bu video bir faydası olar sizə. Sağ olun, salamat qalın.